Salam müəllimlər, mən Hicran Əmirova. Bugünləri sizlərə dəstək xarakterli bir video çəkəcəm. Mövzumuz isə Howard Gardnerin çoxnövlü intellekt nəzəriyyəsidir. Gəlin baxaq görək Howard Gardner çoxnövlü intellekt nəzəriyyəsi üçün hansı fikirlər bildirmişdir. O bildirir ki, son illər tədrisdə ən böyük səhv bütün şagirdlər bir fərd kimi qəbul edib, bir mövzunu onların hamısına eyni tərzdə təqdim etməkdir. Təbii ki, bu doğru fikirdir. Çünki uşaqlar hər birinin bir fərd kimi doğula bilər, onların şəxsiyyət kimi formalaşması düşdüyü mühitdən asılıdır. Və uşaqlar eyni tərzdə öyrənmə qabiliyyətinə malik deyirlər. Bunun üçün də ilk öncə 1904-cü ildə Fransız psixologu Alfred Binet tərəfindən IQ testləri yaradıldı. Və IQ testləri uşağın zəkasını, uşağın intellektini, intellekt əmsalını ölçən bir testlər idi. Daha sonra 1983-cü ildə Howard Gardner bu 1904-cü ildə yaradılmış olan IQ testlərinə yenidən bir can qataraq uşağın çoxnövlü intellekt nəzəriyyəsini yaratdı. Bəzi ədəbiyyatlarda 8, bəzi ədəbiyyatlarda 9 intellekt növünə rast gəlmək olar. Gəlin baxaq, birinci hansı intellektdir? Verbal lingvistik. Verbal lingvistik deyəndə nə başa düşür? Verbal söz deməkdir, qeyri-verbal isə gestikulyasiyamız bizim mimikamız adlanır. Verbal lingvistik, bəs gəlin dərsin mahiyyəti, tapşırıqlar necə olur? Bura baxaq. Müzakirə, söz, oyunlar, hekayə və nəql etmə. Əgər bir tərbiyəçi müəllim, bir müəllim uşağa nağıl danışırsa, söz oyunları oynayırsa, hekayələr danışırsa, deməli uşaqda verbal lingvistik intellekt növünə hazırlanır və uşaq hazır cavabdırsa, söz oyunları oynaya bilirsə, həmin uşaqda verbal lingvistik intellekt növü inkişaf etmişdir. İkinci isə bizim intellektimiz məntiqi riyazidir və bura məntiqi tapmacalar, problemi həll etmə, dəqiq elmlər, eksperimentlər daxildir və eyni zamanda tənqidi düşüncə və məntiqi riyazi təfəkkürə daxildir. Üçüncü, məkan vizual. Məkan vizual təqdimatlar, təsəvvürlər, oyunlar, beyin xəritəsi, təsviri incəsənət və tapşırıqlar. Qrafik xəritələri, konstruksiya, kamera, şəkil və şəkil kitabxanası. Bunlar isə daxildir məkan vizuala. Bədən kinestetik nədir? Bədən kinestetik praktik öyrənmədir. Tamaşa, rəqs, öyrədici idmanlar, yəni bədənin hərəkətə gəlməsi deməkdir. Musiqili ritm intellekt növü, ritmlə öyrənmə, öyrədici mahnılar, müxtəlif musiqi növləri və səs yazma vasitələri, musiqi alətləri, musiqini dinləmək, musiqi alətlərindən istifadə etmək özü musiqi ritmi intellekt növünə daxildir. Daha sonra gəlir müəllimlər şəxslərarası intellekt. Şəxslər arası intellekt bəs nədir? Uşaqlar sosiallaşırlar, iki insanın bir-birinə empatiyası, dostluq münasibətlərinin formalaşması, birgə öyrənmək tərzi, kommunikasiya bacarıqları, uşaqların bir-birindən öyrənmələri və öyrəndiklərinin paylaşılması. Bu isə daxildir şəxslər arası intellekt növünə. Şəxslər arası intellekt növü bəzən insan tipi olaraq ekstravert insan tipinə daxil edilir ki, xaus sevən, paylaşan, kollektivi sevən şəxs kimi daxil edilir. Sonra fərd daxili intellekt növü gəlir. Burada individual yanaşma var, fərd şəkildə öyrənmə var, layihə üçün material, özünü yoxlama, materialları və jurnallar var. Fərd daxili intellekt isə insan tipinə daxildir. Introvert insan tipi, yəni fərd özü haqqında, öz bacarığı haqqında düşünür. Sonra gəlir naturalist intellekt növü təbiətdə öyrənmədir.
Uşaqlar floranı, faunanı öyrənirlər, heyvanları sevirlər və öyrənmə tərzi ancaq təbiətlə bağlı olur. Bu isə naturalist intellekt növünə daxildir. Hələlik müəllimlər, gələn dərsdə görüşəndir.